Salamlayıram hər birinizi. Bugün də yeni bir gündə, yeni bir dərs mövzusu ilə qarşınızdayıq. Bu dəfəki mövzumuz bağlayıcı mövzudur. Yəni ingilis dilində conjunction adlanan mövzudur. Həm magistraturada düşmə ehtimalı var, həm attestat imtahanlarında, həmçinin də 9-cu sinif orta təhsil müəssisələrinin imtahanında, yəni şagirdlərin imtahanında ən çox düşən mövzulardan və ən çox qarşımıza çıxan, həmçinin də danışıq zamanı istifadə olunan mövzulardan biridir ki, conjunction çox vacib bir mövzudur. Conjunction nədir? Conjunction bağlayıcıdır. Funksiyası odur ki, cümlələri rahat şəkildə bir-birinə bağlasın, sözləri bir-birinə bağlasın və cümlədə zəncir rolunu oynasın. Bəs digərlərindən fərqi nədir? Conjunction digər nitq hissələrinə nisbətən cümlə üzvü olmur. Yəni digər nitq hissələri məsələn cümlə üzvü olur. İsim cümlədə həm mübtəda olur, həm tamamlıq. Amma conjunctiondur, ədat mövzusudur. Bunlar artıq cümlə üzvü olmurlar. Yəni sadəcə olaraq cümlədə əlaqə yaratmaq məqsədilə istifadə olunur. Conjunction'ın iki növü var. Yəni bağlayıcının iki növü var. Tabelik bağlayıcıları və tabesizlik bağlayıcıları. Tabesizlik bağlayıcıları müstəqil cümlələri və həmcins üzvü, paralel həmcins üzvləri bir-birinə bağlamaqdan ötürü istifadə olunur. Paralel həmcins üzvlər deyəndə nə başa düşürəm? Məsəl üçün deyirəm ki, Günay və Günel məktəbə getdilər. Azərbaycanla izah edirəm, sonra ingilis dilində izahını verəcəm. Burada artıq paralel üzv, həmcins üzv Günay və Güneldir. Çünki Günay məktəbə getdi. Kim? Günay. Kim? Günel. Artıq burada görürsünüz, hər ikisi eyni suala cavab verir. Eyni suala cavab verən, eyni funksiyanı, cümlədə eyni funksiyanı daşıyan sözlər həmcins üzvlər adlanır. Başlayaq indi start eləyək tabesizlik bağlayıcılardan. Tabesizlik bağlayıcıları birincisi and gəlir. And və deməkdir, tərcüməsi və deməkdir. Yəni dediyim kimi paralel məzmunlu həmcins sözləri bir-birinə bağlayır. Həmişə bu bağlayıcı ilə bağlanan iki mübtədanın xəbəri həmişə cəmdə olur. Burada bir diqqətinizi çatdırmaq istəyirəm nəyə? Məsəl üçün normalda coffee təkdədir. Tea də təkdir. Həmişə təkdə işlənən isimdir. Amma yəni bunların xəbəri də təkdə olmalıdır. Amma bunlar ikisi birləşəndə artıq xəbəri isə cəmdə oldu. Əslində uşaqlar bunu bilməlidir. Sayıla bilməyən isimlər deyilən mövzu var. Uncountable nouns. Uncountable nounsda belədir ki, sayıla bilməyən isimlərin xəbəri təkdə olmalıdır. İki dənə sayıla bilməyən isim yan-yana gəlirsə və and bağlayıcısına bağlanırsa xəbər cəmdə olmalıdır. Qayda budur. İstər bu fərqi yoxdur, istənilən nədir? İsimlərə aid ola bilər. Sonra both and. Both and həm də deməkdir. Both nə əvəzlik kimi, nə bağlayıcı kimi qəti şəkildə inkar cümlələrdə işlənə bilməz. Both and heç vaxt inkar cümlələrdə işlənə bilməz. Və burada da both and mübtədanı bağladığına görə bir-birinə burada xəbər heç vaxt təkdə olmaz, həmişə cəmdə olmalıdır. Məsələn, nümunəyə baxaq. Both Nərmin and Nəzrin are at home. Both Nərmin and Nəzrin at home. Burada mübtədan Nərmindir, Nəzrindir. Artıq both and iki mübtədanı bağladığına görə xəbəri isə cəmdə götürdü. Sonra not only but also, nəinki həmçinin. Not only but also da isə nəinki həmçinin kimi tərcümə olunur və isimlərə diqqət etmək lazımdır. Article məsələlərində yəni diqqətli olmaq lazımdır. Əgər istifadə olunan ismin qarşısında isim təkdədirsə, sayıla bilirsə, bunun qarşısında article mütləq olmalıdır. Article da hansıdır? Z-dir, ən-adı, bunlardır. İndi məsələn, gəl nümunəyə baxaq və bir dənə də məsələni demək istəyirəm. Burada mübtəda həmişə ikinci but also-dan sonraki işlənən sözdür. İndi nümunəyə baxaq. Not only the student, but also the teacher. Bu the teacher mübtədadır. Bu bir dənə mübtəda, birinci mübtədanız the student-dır. İkinci mübtədanız the teacher-dir. Siz xəbəri tapmaqdan ötürü, mübtəda xəbər uzlaşması dərsində xəbəri tapmaqdan ötürü the teacher isminə baxmalısınız. Çünki sizin ikinci mübtədanız, bu 1-dir, belə qoyaq. Bu da 2-dir. İkinci mübtədanız sizin xəbərinizi aparır. Çünki mübtəda xəbəri təyin edir. Mübtəda təkdirsə, xəbər də təkdə olmalıdır. İkinci cümləyə baxarsınız yenə. The teacher but also students. Burada isə the teacher təkdədir, amma student sözü cəmdədir. Student sözü cəmdə olduğuna görə xəbər yenə özünü cəmdə götürdü. Sonra neither nor. Nə deməkdir? Neither nor yenə mübtəda xəbər daha doğrusu mübtəda sonuncu mübtədaya uzlaşır. İnkar cümlələrdir.
Və belə deyək, nezinor olan cümlədə ikinci bir inkarlıq olmaz, nə not olmaz, nə inkar əvəzliyi olmaz, nə neve olmaz, nə hardly olmaz, qəti şəkildə heç bir işlənməz. Və disjunctive questionlarda, yəni tag questions, disjunctive questionlarda istifadə olunur. Və burada bir dənə məsələ nədir? Nezinorda, bax burada da isim olmalıdır, nordan sonra da isim olmalıdır. Belə göstərim. Burada gələn isimlər sayıla bilənsə mütləq şəkildə artiklı olmalıdır qabağına. Məsəl üçün, Neyzə pen ola bilər. Pen olsa səhvdir. Çünki artiklı olmalıdır. Nümunələrə baxaq. Birincisi dedim disjunctive questionlarda. Disjunctive question nədir uşaqlar? Disjunctive question odur ki, burada disjunctive question sual iki hissədən ibarət olur. Birinci və vergüldən ayrılır. Birinci hissə təsdiqdirsə, ikinci hissə, yəni vergüldən sonraki hissə inkar olmalıdır. Əgər birinci hissə inkardadırsa, ikinci hissə təsdiqdə olmalıdır. Yəni vergüldən əsasən təyin etmək lazımdır. Məsələn, nümunəyə baxaq. They want neither to eat nor drink, do they? Burada. Baxın, bax burada neither özü inkarlıq bildirən bir bağlayıcıdır. Neither nor özü inkarlıq bildirir. Həmçinin də əvəzlik bölsək ki, əvəzlik mənasında neither özü əvəzlik kimi də inkarlığa düşdüyünə görə, yəni inkarı bildirir. Burada baxıram ki, vergülüm mən buradadır. Vergüldən əvvəlki hissə inkardadırsa, vergüldən sonraki hissəni mən təsdiq qoymalıyam. Bura inkar, bura təsdiq olmalı və yaxud da əksi ola bilər. Birinci tərəf təsdiq ola bilər, ikinci tərəf inkar ola bilər. Yəni bu dəyişən bir şeydir. O strukturdan əsaslanır. Məsəl üçün, gələk baxaq bir də mübtəda xəbər uzlaşmasına. Burada görürsünüz, nordan sonra zey veribdir. Burada birinci mübtədam, bu da ikinci mübtədam. Zey də ikinci mübtədam. Mən birinci mübtədamı heç vaxt götürmürəm, xəbəri uzlaşdırmıram. İkinci mübtəda xəbəri uzlaşan ikinci mübtədadır. Əgər mübtəda cəmdirsə, xəbər cəm olacaqdır. Mübtəda təhdid deyənə, xəbər də tək olacaqdır. Sonra no or neither nor. No or neither nor. Bunlar ikisi də bir-birinə bərabərdir. Hər ikisinin tərcüməsi nə-nədir deməkdir. Amma fərqli məqamları var. Neither artiklı götürür. Amma no or heç vaxt artikl götürməz. No'dan sonra əvəzlik no'dan sonra nə ana artikl gəlməz, nə of sözünün üstü gəlməz, nə some gəlməz, nə eyni gəlməz, heç bir şey gəlməzsə, sadə isim olmalıdır. Yəni isim istənilən sayılan da olar, sayılmayan da ola bilər, tək də ola bilər, cəm də ola bilər, fərqi yoxdur. Amma ki isim olsun. Bax bu no orada artikl olmaz. Nə burada olmaz, nə burada. Yəni no oradan sonraki, no'dan da sonra, oradan da sonraki isimlərdə artikl olmaz. Amma neither'də isə artikl olmalıdır hər iki tərəfində. Yəni burada da olmalıdır, burada da olmalıdır. Hansı halda isim sayıla bilən təhdidsə, yəni qeyd edirəm, təhdiddirsə hə. O artikl olmalıdır. Yəni bir dənə burada fərqli məqam odur ki, məsəl üçün baxın burada teacher sözü təhdiddir, student sözü təhdiddir. Bunlar hər ikisi sayıldığı üçün artikl olmalıdır qabağında. Amma artikl yoxdur. Niyə görə? Bax bu no artiklını istəmədiyinə görə, artikldan işlənə bilmədiyinə görə. Sonra either or, ya da deməkdir. Either or, ya da deməkdir. Xəbər axırıncı mübtəda ilə uzlaşır burada da. Məsəl üçün, yenə oradan sonraki isimlə uzlaşır. Yenə dediyim kimi, burada da isimlərdə sayıla bilən tək olan varsa artikl işlənməlidir. Məsələn, nümunəyə baxaq. Either you or your friends are telling a lie. Either you or your friend is telling a lie. İndi gələk baxaq. Burada görürsünüz, oradan sonraki gələn mübtədan friend sözdür. Friend sözü cəmdə olduğuna görə xəbər də cəmdə oldu. Friend sözü təkdə olduğuna görə xəbər də təkdə oldu. Bu formada olur. Sonra or, ya da yoxsa deməkdir. We must hurry or we'll miss train. Biz çatmalıyıq, yoxsa qatara gecikəcəyik. Burada or bağlayıcısı haqqında bir şey deyim uşaqlar. And bağlayıcısı bir yuxarıda yadımdan çıxdı demək. And bağlayıcısı heç vaxt inkar cümlələrdə işlənməz. And bağlayıcısı heç vaxt inkar cümlələrdə işlənməz. İnkar cümlədə and'in əvəzinə ordan istifadə edərik. Yadınızda saxlayın. Sonra but, amma ancaq lakin deməkdir. But'ın bir tərəfi təsdiq olanda digər tərəfi inkar olmalıdır. Əgər ki hər iki tərəf təsdiqdədirsə, onda biz tərcümə eləyəndə bir-birinə ziddiyyət yaratmalıyıq cümlələr arasında. Məsələn, nümunəyə baxaq. David is Georgian, but he lives in Azerbaijan. David Gürcüdür, amma o Azərbaycanda yaşayır. Görürsünüz, ziddiyyət yaratdı. Milliyyət olaraq Azərbaycanlı deyil, Gürcüstandandır, amma Azərbaycanda yaşayır. The sun has set, but it is still light. Günəş batıb, amma hələ də hava işıqlıdır da. Bax bu formada.
Whereas hərçənd ki, halbuki deməkdir. Onun da bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Some people like coffee, whereas others don't. Deyir ki, bəzi insanlar xoşlayır, bir çox insan xoşlayır kofeni, hərçənd ki, digərləri yox. Bu tabii siz balıqayıcılarda çox rahat, çox asandır.